Hamınıza salam dostlar, necəsiz? Bugünləri sizlərlə nə etdiyimi göstərəcəm. Başda da görürsünüz. Ben bunu bırakım keçsinlər içəri. Bu tezdən kürt səsləri çıxardır. Bilməm, baladan ayırtmamış deyə, yəni başı qaçır mı nəsə. Kürt səsləri çıxardır bəzən. Ən az. Bir şeydən olma, mən də bunu niyə dəlli eləyirəm. Ay, az ifritə diye ifritə. Neyse, bu yeşiyi tanıyırsınız. Tanırsınız ne diye bilirsiniz herhalde. Burada yumurtasını bilmem ki neyin yumurtasını, ne yiyip son yumurtanı. O dünenler temizlemiştim, tertemiz. İlk gününde doğru yeniden. Bu günləri yumurta olub evdəkiler alıp mı yoksa nəsə yiyib mi onu bilmirəm. Baxın burada ne var? Təkcə toyuq balları var. Hinduşka balları evdədir. Keçəri. Bunları və hinduşka ballarını birlikdə istəyirəm o yeşiyi alım. Oranı da yandırmışam ki istiliyi düşsün içəriyə. Çətin istiliyi düşə. O qırmızı ışığı gətirib taxım gərək bura. Yerə kül səpmişəm bir xeyli ki nəmişi çəksin, nəmi çəksin. İşte belə. İndi istəyirəm buranın ışığını da çıxartım. O içərinin ışığını söndürüm. Buranı da çıxartaq. Belə. Qoy soysun, patrondur, ışıqdır, lampadır, hər nə o olar. Sonra nə deyirdim? O qırmızı ışığı taxaq ora cücələri gətirək bura. Sonra baxım yaxşı istilik olsa orada hinduşkaları da gətirəcəm bura. Belə. Bunlar deyirlər uçurtmaq istəyirəm. Diğerlerini çıxartsam var ya uçuranda sizə də göstərəcəm. Keç çıx belə. Artıqlar bayra çıxsın. Bu çox huzurludur bu şey. Dostumun da bu arada mənim deyil. Bunları her neyi bunları içeri salsam. Yani artıqları da yani bu iki ördək uçacaq. Heyrətçi dönməsinə baxırsan. Qara Murad. Ne olub ay bala? İki tane sıçan vardı burada. Dünenleriydi yoksa bir dostumun pişiğine verdim yedi. Bu da başka bir dostumun pişiydi. Ona da bugünleri yedirttim. İt balısı yine istəyir. Qapının ağzına canı bir. Deyir qal qapını aç. Gedim tutum. Siz keçin bir zəhmət içəri. Mən ördəkləri uçurdum. O tüntür qəhvəyi olan çox rahat uçur. Diğeri çətinliklə uçur. Bəzən özüm alıb tullayıram. Belə. Keç de içeri. Diğerleri qalar. O qara ördəyi də çıxartıb bayra bıraxım. O ləpəşdir, toyuq kimi bir şey. Toyuqdan da qaz kimi bir şey. Ya da ki səsli ördəklər kimi. İndi bunları ayırtım. Bunu tutabilsəm laf yaxşı olacaq. Tez bayra atardım. Bir şeydən qorxub o tərəfə getməz deyə düşünürəm. Elə doldu. Bunu attım bayra. İndi bunlara göre uçmaya bilər mi? Çətin, nə bilim baxaq da. Baxaq. Yox, uçmadı. Siz narahat olmayın, uçurtacağım deyə. Yuxarı aparıb aşağıdan uçurtacağım. Yuxarı, düz edir. İndi geçsinlər biraz. Ya uçmadı.
Çolpaya göre çolpanın yanına gitti. Narahat olmayın. Kaganızı halledeceğim diyor. Uçaksız hanımlar belki. Bak payım verdi toyuq. Ördeğin. Deyir mənə görə uçmursan küçük. Bu çox rahat uçuyor. Mən olmayanda belə uçur özü. Mən niyə gicliyə qoyub sözün. Yox. Çolpaları toyuğa görə də uçmur o. Toyuqları baxım sala bilsəm buraya salım. Yoxsa çətin olur. Ayrılın ayrılın. Kışt 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 kışt. 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 Özellikle müdürə belə toyuqlardan zibil girmədi içəri. Necəsə sən də işini bəyənmirsən. Adam əsəb eləyir axı. Adamın xoşu gəlmir. Adam nə deyim, mənim xoşum gəlmir belə. Belə tip toyuqlardan. Sənin qanatları qırılmasın 3 dənə. Belki ayırtın bir-birindən. Uçmuram deyir elə bir. Dirəşib. Gəl səni yoxlayaq. Gəl bacı səni yoxlayaq. İkisi də dişidir. Bacı bacısını görür, uçmuruq. İkisi də bir uçsaydı yenə. Bilmem nə tərsliləri tutubsa bunların. Uçmuram deyir. Səndən rahat uçurduğum ördeği var mənim. Bak bey qoş, uç da. Uçmaram deyir. Əsasən buradan uçub keçiyor telefon. İndi nə dəliliyə qoyub sözünü bilmirəm. Belə gəlsə tutub uçurdacam sizi. Ki belə sıxışdırıb uçurtmaq olar mı? Allah'ım. Ve sen uç. Bu ifriti toyuğa baxsan. Sen niye girmedin? İfritə. Bir şey de arkadan düşüp gezdi. Kanadından vuruldu. Taht yeşiğe değdi kanadı. Uçaksız belki. Ama yok özün koyunluğa koyup uçan değilim deyir. Korkuram üstüne tullanar. Öz hoşuna ye. Sen yetim kalasın. Uçmadı ama neyse. Uçsuya yaxşı uçmadı. Şu da qapının ağzında dirənib durub. Aç qapını deyə. Qoy bir istirahət eləsin, bəlkə uçar bu. Baxın buradakı yeşiydi o. Buradakini almışam. Bir şey atın bayraq. Çəpərdən bayrağı çıxartın bəlkə. Bu yağış hardan töküldü. Bəlkə gedir, getmək istəyir. Get. Getmək istəyirsən mən çıxartım səni, kömək eləyim. Heç qədər oxşamır. Bu dərdim bildim mən. Aç deyir qapını, girim padvala. Sıçan istəyir. Düşəndə sıçan ora yemin içine düşür. Və bu pişiyi tapsam. Söz atacağım. Bezdim. Düşdük.
Abi niyə uçmamağa dirəşiblər bunlar? Səbəb olan şortunu ataram. Səhər uçurlar yağın. Bunlar axşamlar yatışa keçirlər elə bir. Təzə dişlər qəşəng uçuruyor. Ağzıma yedi qanadı. Baş çatmırdı bunun. Abrod verib gedir. Qalxmır. Qalxar ya qalxsam ki qalxmaq istəmir özü. O birisindən daha yaxşı uçdu ama niyəsini bilmədim. O birisindən də yaxşı uçmadım mı yoxsa yorulmuşdu mu? Belə. Ben gedim o görən deyiləm axı mən. Baxım nə edə bilərəmsə. Ay burada yatmayın da buranı batırmayın. Keçin də keçin. Yer tapmamışsınız bu boyda. Bu boyda. Bu boyda hinlə. Bir dənə buradır. Bayaqdan girmirdi. Girmirdi bayaqdan. İndi qapını açan kimi cumdu girdi. Belə tip heyvanlar zəhləm gəlməyib. Neyniyim mən? Məcbura qaçıb girdi. Bayaqlar niyə girmirdin? Bir dənə saxlayıb mən bu eləyim. Açdım lampanı. Şimdi buraya girsem heç nə görən deyiləm. Neyim onu da bilməyəcəm. Tapsalı yer ben bunları. Neyse. Ayağımın altını necə görə bilərəm. Burada heç nə yoxdur. Ay mama qorxdum, lampa değdi. Mən siz niyə qoyuram? Bayıldı qalasız siz dostlar, sonra mən 2.50 rahat içmiyorum dənə. Şimdi bunu da taxaq görüm. Çox qəşəng. Bu qırağa da yanma ihtimali olan deyil çünkü bu qıraqlar istiliyi vermir. Görürsünüz bu qıraqlar istiliyi verir, ancaq altına istiliyi verir. Bu cəhətdən lap yaxşı oldu. İndi kürtlər də balaları kürtlüyü falan bırakıblar. Bırakıblar deyəndə yəni də bir də kürt səsim çıxmır bunlardan. Ama yenə də yığırlar altlarına. Əgər ki qəşəng istiliyi olsa o qara kürtü saxlayacağım, bunu bırakacağım böyle. Ki qoy geçsin. Daha bəsdir, çox sağ olsun. Bala çıxartdı, balalara baxdı, elə artıq analıq da elədi. Yəni hinduşka balalarına bunlar nəyi görür, heç nə. Burada eğer ördəklərim yumurtasaydı hinduşkanın altına hinduşka yumurtası yox. Buraya gel. Ördək yumurtası koyardım ve ördəklər o kadar da istiliyi sevmədiyi üçün, yəni bu istilikdə də onlar ne deyirlər, yaşaya bilirlər. Yəni təbii ki çox soyuq eləmək lazım deyil yerlərin, istiliyi istəmirlər deyib. Yəni o kadar da istilik toyuq balası kimi, hinduşka balası kimi, hinduşka ən çox istiliyi sevənlərdəndir. O kadar da istiliyi sevmirlər. Sən çevirilən işte elə bir gözü gəlsə tutulub. Baxın necə xorza gəlirlər bunlar. Heç əvvəl kimi səslər də yoxdur belə. Həmişə kürt səsi çıxartırdılar ən azından içəri girəndə. İndi o kürt səsi yoxdur amma yenə altlarına yıxır. Həm ora qoysam yer balacadır. O qara bunu
Yəni də nə qədər öyrəşsələr də, bir yerdə qalıb öyrəşsələr də vurur. Sonra o qovacaq, bunu qaçacaq. Həm bunu zələ alacaq, həm də ki balalar ayaq altda qalıb ölümünə qədər gəlib çıxacaqdır. Ay Allah, buna ay Allah. Səni istəyərək köçürtəcəm. İtin balası. Sen kimin balasısan? İtin balası. İzlere kalıb. Bu qara kürtün balasıdır. Bu izine baxmasam da o ağındır. Bilmədim, gözü getdi. Bu qara kürtü şuradan baxın, hə, qara kürtündür. Bu da qara kürtündür, hə, maşallah. Bu da qara kürtündür. O ağ kürtündür, bu qırmızı. Ağ bilməm da kimindirsə. Bunlar hamısı da mənimdir. Mənim balalarımdır. Aa, suabı qırılıb ki. Daha doğrusu qulpu qırılıb. Bunu necə bacarımsız bala? Baxıb kleyləmək olar. Yapışdırmaq olar. Çıxdı bayra. Gəl bura küçük. Nə qaçırsan hə? Onlar çıxmamış keçirdi. Baxmayacağım oranın istiliyi necə oldu. Sağ. Yaxşıdır. O bir tərəfdən baxmaq lazımdır. Orada biraz uzaq düşürdü. Uzaq düşməsini ortalasam daha yaxşı olar. Biraz bu tərəf çəkəcəm. Yaxşıdır. En azından oradan yaxşıdır. Klonka dili süfrə deyirsən. Neyse axı klonka deyim. İsti olduqca ona o yumuşalır və istənilən formanı alır. İndi bərkdir, yəni soyudu deyə o formaya gətirəmirəm onu. Gəl bura. Gəl görün bura. Maşallah bu balamıza. Gəl bura. Bu soyuğa dözümlü baladır. Aferin benim balama. Aferin. Sen ne yaşın cücəsən? Gəl görün bura. Sen ne gözəl balasan böyle. Maşallah sana. İç balası maşallah sana. Ne bakıyorum lan? Bütün tüklerimi çarpmışsan. Gəl görün bura. Korkma benden. Adam atasından ya da babasından korkmaz. Eşittin? Küçük. Gideyim mamamın yanına. Mamav. Mamasına baksan. Koyup sana kaçır maması. Maması kalk. Bir altını kaldır. Sen bir de diyemişler. Maması sen geç o tarafa ifriteli gelirsen sen aralan o tarafa geç yoktu. Sen altını kaldır. Belə. Mən cücələri indi gətirib bura transfer eləyim mi? İlk öncə işığı çəkim biraz telefə. Baxın buradadır. Çox telefə getdi biraz bu telefə. Yaxşıdır da. Mən bu cücələri yığıb gətirməyim. Baxacağım 2 kürt də qoyacağım. Əgər həm yer çox tutsa, həm narahatçılıq yaratsa ayırtacağım. Yəni istili olandan sonra kürdlərə bir o qədər də ehtiyac qalmadığı üçün, yəni bir kürt də bəs edər deyə düşünürəm. Küçüyə baxsan. Görüm bura çula.
atacağım içeri. Onlara ikinci ışık lazım değil. Hem yer balacadır hem de ki lazım değil. Açık yer, küçük içeri. Ya da çətin olacaq, çətin neydi vaxt olacaq. Gel görün bura, gel görün bura, gel görün bura. Baba size nemlem versin. Başlarını aldatıram. Neyse ben bunları bura transfer edip geldim. Buradaki üretimimiz bitmiş bulunmaktadır. Yaşatamadı. Neyse zarafatı koyaq bir yanına. Toyuqlardan qaranı seçmək istəyirəm. Çünki qara çox qəşəng analıq eləyir. Neyse buranın lampasını çıxartıram. Lampa olmayan da avtomatik olaraq da ki ışıq yanmır da. Desən öyle. Oo, nənəmin toyuğu ilə mənim toyuğum dalaşır. Əvvəl də dalaşırdılar. Nənəmin toyuğu uduzmuşdu, mənim toyuğum udmuşdu. Halbuki əvvəllər nənəmin toyuğuydu. Buranın lider toyuğu. Təbii ki, indi nənəm özümün toyuğudur. İndi yenidən savaşacaqlar. Baxaq görüm kim liderliyi alacaq. Əlinə yığışdıracaq belə. İpini yığacaq əlinə. Git dalaşındır ha. Nənəmin toyuğunda qaçmaq kimi bir hərəkət var. Mənim toyuğum error verdi. Qoy dalaşsınlar. Ay, nəfəsə başladılar bunlar. Oradakine bakın sonra. Bırak. Geç. Korkuram size. Geç o tarafa, geç. Geç horozdan bu tarafa. Ayrılın lan ha. Geç o tarafa. Buna bak. Dağdan gelip bağdaki. Oturdu yere toyuq. Korkuram da elimi tutmalı. Estağfurullah, getirək o tarafa. Gözünü çıxartıp koyarsınız. Birbirimizin hal qalmadı deyib, onda baxmaq gezməyə hal tağat qalmadı deyib. Bak bunu ne oldu, anavı görmüşsən yoxsa atavı? Qışqırmağa bax yetimçəsindəki. Bax bununla bu toyuq mənim üçün heç bir fərqi yoxdur. İkisi də zəhmətkeş. Hər neysə zəhmətkeş, qayıqkeş bir ana kimi mənim yadımda qalıb. Çünki çox sevdiyim toyuq biri budur. Nə baxımdan? Balaya baxma baxımından. Ən sevdiyim toyuq budur təbii ki. Sonra ikinci budur. Öz toyuq maması da üçüncü budur. Bu da pis değildi ama ki bunun qədər değildi. Kasaya baksan ana diye ana. Baba yattı. Baba ifrite sabahtan başlayacak. Horozlarla iletişimde olacak. Adam bir de istəyir ki baksın görüm hansı lider olacaksan. Bu an bir ışıkta videosunu çekeyim. Fotoğrafını alayım. Keçin. Geç de içeriye. Şeklimizi çekeyim. Neyse kudurdunuz siz.
Git dalaşın görüm. Git dalaşın görüm. Dalaşın görüm. Ne oldu, korktun az? Korktun? Korktunuz birbirimizden. Hay. Git dalaş, git. Git, ayırtım değilim. Senin boyunu sokum yere az. Senin boyunu sokum yere. Ne oldu? İydin. Önünden miydin lan? Korktu. Sen kimi? Lideri. Olsa benim torkum udacaydı. Yani çok əziyyəti vermək istəmədim. Pipiyi qanladı. Gəl bir dəfə baxım görüm, yeyirsən yoxsa yemirsən. Gəl bir dəfə baxaq, yoxlayaq. Görüm. Yeddi at telefon. Ay. Neyse ben bu anasının koyun balalarının yanına. Buraya gel, düşüb yerimi dalınca. Yadıma gəldi bu ördək. Nice. O da senin bir balan idi. İndi səni gəlib keçib maşallah. Təbii ki bu baxımda analığı, yox balalığıdır. Yadınıza gəldi balalığımız. Balalığımız neydi? Biraz qəribə çıxırsınız ama neyse. Ama bu da xoruza gəlir. O xoruzu yiyin. Şimdi ağın balalarına da qara baxacaq, qaranın balalarına da qara baxacaq. Lan başlar niye kaçtı? Buran bağlım, o istiliyi düşsün içeriye. Dəqiqə bir açar. Soyutmayın içerisini. Üç tane kalmışsınız siz. Ha? Kara kürtün balası nereden toruklu. Yani bunu. Ay tutamadım. İşte olmaz. Artık yok. Kızım artık yok. Yavru yok. Artık yumurta üretimine geçeceksin. Tamam mı? Mənə əlimi altına silmək. Gəl sənə bir teşekkür edeyim. Gəl səni birinci öpüm. Çok sağ ol ki cüceləri çıxartdın. Hə? Çok sağ ol ki balaları baxıb bu vaxta kimi gətirdin. Təbii ki ölümlər oldu. Canım sağ olsun. Yəni bunlar da böyük, bu da böyük şeydi. Halal sana. Yemi vermişəm. Suyu vermişəm. Başqa artıq şeylə otdu, nədir adı, yumurtadı falan vermişəm. Qarşılığında heç nə gözləyirəm. Nəsə gözləyirəm. Yumurta gözləyirəm. Sağ ol. Özünə yaxşı bax. Ömrün uzun olsun. Tüküv qədər. İllər yaşayasın. Neyse bu kadar. Canım sağ olsun. Hakkımı helal elə. Balalarım da mənə halal elə. Git. Sağ ol. Bir söz var. İstiliği üstte vurdu. O bura kim istiliği vurur. Belki diğer yerlere geçse daha yaxşı olardı. Deyə düşünürəm. Toyuq ömründə çıxartmalı səslər çıxardır. Özgürlük bu be. İşığı söndürüm. İndi açsam əlim yanar. Bura ayrıdır deyə trainiklə qoşulduğu üçün ayrıdır bura. O video çox uzun oldu. Başım qarışıb işlərə. Neyse sağ olun dostlar. Üzünüzə yaxşı baxın. Gələn videolar. Üzülü sayın. Gələn videolarda yemək təzə yemişim deyə hıçqırıq tutdu. Gələn videolarda görüşmək ümidilə. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Hələlik.